dostum iftar məclisi verirdi. 4 il bundan qabağın söhbətidir. Məclisə daxil oldum. Təxminən 20 nəfər insan məclisdə iştirak eləyir və süfrənin başında 50 yaşını ötmüş bir hüquq professoru əyləşib. Adını deyəcəm. Məclis başladı və çox şirin, gözəl söhbətlər gedir. Mən də gəldim baş tərəfdə oturan professorun yanında əyləşdim. Təxminən yarım saatdan 40 dəqiqədən sonra həmin bu ustad, dəyərli insan, əxlaq sahibi qayıtdı ki, müəllim, bura sizin yeriniz idi, mən burada oturmuşam. Dedim, müəllim, siz nə danışırsınız? Ora elə sizin yerinizdir. Həm savadınız, əxlaqınız ən yüksək səviyyədə. İndi söhbətim nədədir, dostlar? Bu sözün ecazı, ecazkarlığı bilirsiniz nə qədərdir? 4 il keçib o müəllimi xatırlayanda onun bu əxlaqi hərəkəti yadıma düşür mənim. Mən onsuz da onun elmini, savadını bilirəm. Çox dəyərli insandır, çox dəyərli kitabları var. Sərvər müəllim. Bakı Dövlət Universitetinin hüquq müəllimi. Amma onun bu əxlaqi hərəkəti heç vaxt yaddan çıxmır. İnsan bu cür hərəkətlərlə böyükdür. Sənin savadın çox ola bilər, pulun çox ola bilər, fiziki gücün çox ola bilər, vəzifən böyük ola bilər, amma təvazökarlığın yoxdursa, onların dəyəri azalacaq. Mən buna inanıram. İçimdən tam səmimi qəlbdən inanıram. Təşəkkür.